Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə lisey qəbul sınağı 1-in riyaziyyat suallarının izahına baxacağıq. 20-dən 40-a qədər olan riyaziyyat suallarının izahını sizə təqdim edəcəm bu videoda. Riyazi məntiqinin isə növbəti videoda öz əksini tapacaq. Gəlin vaxt itirmədən başlayaq. Deyir, ədəd oxu üzərində bərabər hissələrə bölünmüşdür. Bizdən M-in, P-nin, R-in və T-nin qiyməti tapmamızı istəyir. Görürəm ki, 0 ilə 1 arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, 9 dənə belə deyək, bölgü var. Deməli, bu 9-da 1, 9-da 1 artır. Deməli, 9-da 1, 9-da 2, 9-da 3, 9-da 4, 9-da 5. Deməli, M 9-da 5 qiymətini alır. Daha sonra artıq 1-i keçdiyi üçün 1 tam 9-da 1, 9-da 2, 9-da 3. Deməli, P 1 tam 9-da 3-dür. Daha sonra R 1 tam yenə də 1 ilə 2 arasında olduğu üçün 1 tam 9-da 4, 9-da 5, 9-da 6-dır. 1 tam 9-da 6-dır. T isə 2 tam 9-da 1, 9-da 2, 9-da 3, 9-da 4, 9-da 5, 9-da 6, 9-da 7. Yəni 2 tam 9-da 7-dir. Və bunları toplayıram. Yəni 9-da 5 üstə gəl 1 tam 9-da 3 eləyir 1 tam 9-da 8. Üzərinə R-i gəlirəm 1 tam 9-da 6-nı. Eləyir 2 tam 9-da 14. 2 tam 9-da 14-dən çıxıram 2 tam 9-da 7-ni, yəni T-ni. Bu da eləyir 2 tamlar gedir. 9-da 14-dən 9-da 7 çıxanda cavab eləyir 9-da 7. Yəni B variantı. Daha sonra 22-ci test tapşırığı. Kəsr düzgün kəsr olması üçün surət məxrəcdən kiçik olmalıdır. Yəni 4x üstə gəl 9 kiçikdir 33-dən. Onda 9-u keçirsəm bu tərəfə 4x kiçikdir 24-dən, x kiçikdir 6-dan. Deməli, x-in ala biləcəyi natural qiymətlər 5, 4, 3, 2, 1 olmalıdır natural dediyi üçün. 9, 10, 15, yəni doğru cavab olur B variantı. Daha sonra A ilə B qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədəd o ədədləri deyilir ki, birdən başqa ortaq böləni olmasın. 0,76 eləyir %76. Bunun hər tərəfini 2-yə bölsəm, eləyir 50-də 38. Daha sonra bir də ixtisar aparsam, eləyir 25-də 2 ixtisar gedən 19. Qarşılıqlı sadə ədədlər birdən başqa ortaq böləni olmayanlardır və ixtisar ən axırıncı hissəyə qədər getməlidir. Yəni, ən axırıncı hissə o deməkdir ki, 19 və 25 artıq ixtisar getmir. İxtisar getmirsə, deməli, A 19-dur, B 25-dir. 25-dən 19-u çıxırıq, cavabımız eləyir 6. Yəni, doğru cavab olur A variantı. Daha sonra nisbətə aid bir sualdır. Əkob və əbobdan istifadə olunub. Deməli, burada A bərabərdir 4K-ya, B bərabərdir 3K-ya. Bizdən əkob AB-ni istəyirsə, məsələn, tutaq ki, əkob 4K-na 3K-nı istəyir bizdən. K-nı orta məxrəc çıxardanda qalır əkob 3-ün 4-ün 3-ə. Əkob tapılanda hasil tapılır. K vurulur 12-yə. Əbob tapılanda isə K orta məxrəc kimi çıxa bilir. Amma 3 ilə 4 qarşılıqlı sadə ədəd olduğu üçün əkobu onların hasilinə, əbobu isə 1-ə bərabərdir. Burada K-nı çıxardandan sonra 4, 3 qalır. 4 ilə 3 qarşılıqlı sadə ədəd isə deməli 1-ə bərabərdir. Deməli, əkob eləyir 12K, bölürəm, əbob eləyir K. 12K-nı K-ya böləndə cavab eləyir 12. Yəni, doğru cavab olur 24-də D variantı. 25-ci test tapşırığı. Deyir, düz bucaqlığın uzunluğu 24-dür. Eni isə bunun 3də 2-si qədər. Yəni, 24-ün 3də 2-si o deməkdir ki, 2-yə vur, 3-ə böl. İxtisar gedir 8, 16. İndi deyir, bu perimetri, bu düz bucaqlığın perimetri. Deməli, bunun perimetrini tapmalıyam. 24-ün üstünə 16 gəlib, 2-yə vururam. Eləyir, deməli, belə deyək, 40, 2-yə vuranda 80. Bunun perimetrindən, yəni düz bucaqlığın perimetrindən 20 metr çox, yəni 100 metr olan kvadrat düşünək. Perimetri 100 metr olan kvadratın tərəfi onda, bilirik ki, perimetri 100-dürsə, bunu normalda 4 anı tapırıq. Onda tərəfi hər biri 25 olur. 25, 25, bunun da sahəsini istəyir bizdən. 25-i 25-ə vuranda eləyir 625. Yəni, doğru cavabım olur burada 625 C variantı. 25 vur 25 kvadratın sahəsi tərəflərinin bir-birinə hasilindən bərabərdir. 26.
Bilirik ki, 4-ə bölünmə əlaməti odur ki, son 2 rəqəm 4-ə bölünsün. Əgər bu vurmanın 4-ə bölünməsindən alınan qalıq istəyiriksə, biz 91-i bölürük 4-ə. Eləyir 2 dəfə 8, 11-in içərisində 2 dəfə 8, qalıq qalır 3. Daha sonra bunun son 2 rəqəminə baxıram, 14. 14-ü bölürəm 4-ə, 3 dəfə düşür 12. Qalıq qalır 2. İndi aldığım qalıqları ortada vurmadırsa vuracam, üstə gəlmə olsa toplayacam. Vurma olduğu üçün vururam. Aldığım cavab əgər böldüyüm ədəddən böyükdürsə, 6 4-dən böyükdür. Onda 6-nın özünü 1 də 4-ə bölürəm. 1 dəfə düşür, qalıq qalır 2. Deməli doğru cavab olur D variantı. Daha sonra A ədədi B-nin 6-da 5 hissəsi. Yəni A bərabərdir 6-da 5 B-yə. Buradan da B ədədi isə C-nin 5-də 3 hissəsidir. C-nin 5-də 3 hissəsidir. A ədədi C-nin hansı hissəsidir? Məsələn, tutaq ki, burada B-yə 6K desəm, B-yə 6K deyəndə, burada A bərabər olur. 6K-nı getirib qoyanda 6-lar ixtisar gedir. A bərabər olur 5K-ya. Deməli, əgər ki, burada da B 6K-dırsa, C-ni tapmaq üçün 6K-nı vurmalıyam 5-ə, bölməliyəm 3-ə. İxtisar gedəndə 2K eləyir 10K. Bizə də deyir ki, A ədədi C-nin hansı hissəsidir? A 5K-dır, C 10K-dır. İxtisar gedir, cavabım eləyir 2-də 1. Yəni A variantı. Daha sonra düz bucaq şüanın 2-nin 3-ə nisbətində bölünüb. Düz bucaq 90 dərəcəlik bucaqdır. Bir dənə şüanın 2K-lıq və 3K-lıq hissələrə bölünüb. 2-nin 3-ə nisbəti deyəndə birini 2K götürürük, birini 3K. 2K üstə gəl 3K bərabərdir 90-a. Onda 5K bərabərdir 90-a, K bərabərdir 18-ə. Deməli, biri 36-dır, biri 54-dür. Bizdən kiçiyi soruşur, ona görə doğru cavabın B variantı. 29-cu test tapşırığı. Ədədi ortası 18 olan 5 ədədin ilk 3 ədədi ortası 16-dır. Baxın, belə deyək. Ədədi ortası 18. Ədədi orta nədir? Bütün ədədlərin cəmi, yəni 5 ədədin cəmi bu deməkdir. Bu 5 ədədin cəmidir. 5 ədədin cəmini, yəni M5-i böləndə 5-ə cavab eləyib 18. Buna uyğun olaraq da 5 ədədin cəmi nədir? 18 vur 5, yəni 90. Deyir, ilk 3 ədədin, yəni M3 3 ədədin ədədi ortası deyəndə 3-ə bölürük, eləyir 16. Onda bunu tapmaq üçün də ilk 3 ədədin cəmi də 48-dir. Deməli, o biri 2 ədədin cəmi də 90-dan 48-i çıxaram. Onlar nə? Deməli, 90-dan 48 çıxanda 2, 8, 42 olar. Düzdür? Və 2 ədədin cəmi 42-dirsə, ədədi ortası digər 2 ədədin ədədi ortası 21-ə bərabər olar. Yəni, doğru cavab olar D variantı. Daha sonra 16-da 9 kəsirinin hansı hissəsi 8-də 3-ə bərabərdir? Yəni, 16-da 9-u hansı ədədə vuranda hansı hissəsi bərabər olur 8-də 3-ə? Onda x-i tapmaq üçün 8-də 3-ü bölməliyəm 16-da 9-a. Birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir. Olur 9-da 16. İxtisar gedir 2, ixtisar gedir 3. Cavab edir 3-də 2. Yəni B variantı. Daha sonra 4 rəqəmli bu ədədin 5-ə tam bölünən ədəddir. Əgər 5-ə bölünürsə bu ədəd, deməli 5-ə bölünməyə görə ya L 0-dır, ya 5-dir. Çünki 5-ə tam bölünür. Bu ədəd 4-ə tam bölündüyünə görə bilirik ki, sonu 5 ilə bitən heç bir ədəd 4-ə bölünmür. Deməli, L 100% belə deyək 0-dır. 100% 0-dırsa, 4-ə bölündüysə, deməli, K-nın yerinə mən 0 yaza bilərəm. Çünki 4-ə bölünən ədədlər son 2 rəqəmi ya 0-0 olmalıdır, ya da son 2 rəqəminin əmələ getirdiyi ədəd 4-ə qalıqsız bölünməlidir. 0 yaza bilərəm, 2 yaza bilərəm, çünki 20 bölünür. Sonra 40 yaza bilərəm, sonra 60 yaza bilərəm, 80 yaza bilərəm. Bunların da cəmi, yəni bilirik ki, K-la L bir rəqəmli ədəd olmalıdır. 2 üstə gəl, 4 üstə gəl, 6 üstə gəl, 8. Yəni 20-yə bərabərdir. Doğru cavab olur B variantı. 32. Bir ədədlə həmin ədədin 7-də 1-nin cəmi 96-dır. Məsələn, bu ədədim x-dır. Üstünə gəlirəm 7-də 1-i, yəni 7-də 1x bərabər olur 96-ya. Bu 7-də 7 deməkdir. 7-də 1 ilə toplayanda 7-də 8x bərabərdir 96-ya. X bərabərdir. Deməli, 96-nı vururam 7-yə, bölürəm 8-ə. İxtisar gedir 12, eləyir 84. Və bu ədədin rəqəmləri cəmini istəyir, cavabım eləyir 12. Yəni C variantı. Daha sonra keçirik 33-ə.
2 tam 4də 1, 6da 1. Gəlin bunları toplamaq üçün bunu yazıram 4də 9, üstəgəl 6da 1. Orta məxrəc 12-dir. Gətirirəm 12-yə. Bunu 3-ə vururam, bunu vururam 2-yə. Bu olur 12-də 27, üstə gəlinsin 12-də 2. Yəni 12-də 29. Deməli, bu 12-də 29 kəsri böyükdür. Bu 3 qala bilməz. Bunun da hər tərəfini 4-ə vururam. Eləyir 12-də 4A-dan. Deməli, 4A kiçikdir 29-dan. Deməli, A-nın özü kiçikdir 29 bölü 4-dən. Yəni, 6 tam 4-də, 7 tam 4-də 1-dən. Deməli, A özü 7 tam 4-də 1-dən kiçikdirsə, ala bilər 7-ni, 6-nı, 5-i, 4-ü, 3-ü, 2-ni, 1-i. Düzdür? 3-ü, 2-ni, 1-i. Bir də 1-i. Cəmdə neçə eləyir? Yəni 7-dən kiçik bütün ədəddir. Amma 7 də daxildir. Çünki 7 tam 4-də 1-dən kiçiklər 7, 6, 5, 4, 3, 2, 1-dir. Deməli, bunları toplayıram 10. Deməli 10, 10, 11, 20, 28-ə bərabərdir. Doğru cavabım olur B variantı. Daha sonra, əgər bu kvadrat təkdirsə, ümumiyyətlə unutmayın. Tək ədədin qüvvəti təkdir, qüvvəti kvadrat olsun, kub olsun. Cüt ədədin qüvvəti cütdür. Deməli, onda 3A-nın kubu üstə gəl 2-nin özü təkdir, 2 kvadratı da təkdir. Onda A-nın yerinə mən getirib 1 qoyaram. Bu zaman 3 vur 1, 1-in kubu 1 daxı, vur 1, üstə gəl 2. Bu eləyir nə? 5. Düzdür. Deməli, tək ədəd elədir. A-nın yerinə indi 1 qoyanda aşağıdakılardan hansı tək ədəd eləyir? 1 qoyanda 4 eləyir, cütdür. 1 qoyanda 1-in kvadratı 1, 2-yə vuranda 2, üstünə 3 gələndə 5 təkdir. C variantı. Daha sonra 35-ci test tapşırığında ədədin yerinə rəqəmləri qoyuram. Məsələn, 2864-dən çıxıram 1486-nı A-nın qiymətini getirib yerinə qoyuram. 2864-dən çıxıram 1486-nı. Bu eləyir 1370, deməli, 8. Daha sonra 1378-i vururam 16-ya. Mötərizədən sonra 16-yı vurma əməli yerinə yetirilir. Bu da olur 22048. Daha sonra 24576-nı bölürəm 24576-nı bölürəm B-yə, yəni 128-ə. Bu da eləyir 192. Deməli 128-ə böləndə eləyir 192. Daha sonra bu iki ədədi toplayıram, 0 yazıram, 1 yadda 4, deməli 4, bir dəqiqə, 2, 2, 2. 22240, yəni doğru cavabım olur D variantı. 36. 210 ədədinin neçə sadə böləni var? 210-u sadə vurğulara ayırıram. 2, 105. Sonra 3-ə bölünür 35. 5-ə bölünür 7, 7-yə bölünür 1. 2-yə bölünür 105, 3-ə bölünür 35, 5-ə bölünür 7, 7-yə bölünür 1. Sadə bölənlər sayı 1, 2, 3, 4. 4 dənədir. Doğru cavab olur B variantı. Daha sonra, deməli, baxın, burada deməli toplamanı, baxın 16-ları 1 toplayıram, eləyir 10 tam, 16-da 16. 12-ləri də 1 toplayıram, bu da eləyir nə? 11 tam 12-də 12. 16 tam 16-da 16 1 deməkdir. Onun da üstünə 1 gələndə eləyir 11 tam. Üstə gəl. 11 tam 12-də 12 1 deməkdir. Yəni 11 tamı da var, eləyir 12 tam. Bu da eləyir nə? 23 tam. Yəni doğru cavabım olur A variantı. Daha sonra bu misalı həll etmək üçün hər tərəfi vururam 100-ə. Bu olur 910 bölünsün 13. Çünki 100-ə vurum vergüldən azad edirəm. 910-u 13-ə böləndə cavabım eləyir 70. Daha sonra bunun da hər tərəfini 1000-ə vuracam. Bu olacaq 810 bölünsün 27. Burada da cavab eləyəcək 30. Daha sonra bunda 10.000-ə vuracam. Çünki 1, 2, 3, 4 dənədir. Burada isə 3 dənədir. 4 dənə olana vururam. Bu olur 450 böl 15, yəni 30. İndi 70 çıx 30, 40. Ondan da 30 çıxanda 10. 10-u bölməliyəm 0,2-yə. Bunun da hər tərəfini 100-ə vursam, deməli 1000 bölünsün 2, yəni cavabım eləyir 500. Doğru cavab olur C variantı. 39-cu test tapşırığı. Aşağıdakı ədədlər cütündən neçəsi qarşılıqlı sadə ədəddir? Bir bütün ədədlərlə qarşılıqlı sadədir. 77, 88, ikisi də 11-ə bölünür. 98 özü 2-yə bölünür, 49, 7-yə bölünür, 7, 7-yə bölünür, 1. 105 3-ə bölünür, 35 5-ə bölünür, 7, 7-yə bölünür, 1. Qarşılığı sadə deyil.
8 ilə 15 qarşılıqlı sadədir. 16 özü 2-yə bölünür 8, 2-yə bölünür 4, 2-yə bölünür 2, 2-yə də bölünür 1. 25 isə 5-ə bölünür 5, 5-ə bölünür 1. Ortaqları 1 olduğu üçün qarşılıqlı sadədir. Sadəcə 3 dənəsi qarşılıqlı sadədədir. Daha sonra bu ədədlər aralığında yerləşən ədədi göstərin deyirsən, 8-də 5, 3-də 2. Buna görə orta məxrəcə getirirəm. Bunu vururam 3-ə, bunu vururam 8-ə. Bu olur 24'də 15, bu olur 24'də 16. Baxın, bunun aralığında ədəd yoxdursa, bunu indi başlayıram 2 misillərə. Yəni, hər tərəfini 2-yə vurmaq. Olur 48'də 30, bu da olur 48'də 32. Bunun aralığında ədəd var axı. Məsələn, bu aralıqda var, belə deyək də, bu aralıqda 48'də 31 var. Amma cavablar içərisində 48'də 31 yoxdur. Deməli, 1 də vuracam 2-yə yenə də. 96'da 60, 96'da 64. Bu da aralığında, məsələn, 96'da 61 var, 96'da 62 var. Hətta 2-yə ixtisar gedəndə elir 48'də 31. Daha sonra 96'da belə deyək, 63 var. 3-ə ixtisar gedəndə olur 32'də 21. Deməli, doğru cavab olur D variantı. Hələlik bu qədər. İnşallah riyazi məntiq hissəsini də YouTube kanalına yerləşdirəcəm. Kanala abunə olmağı və video bəyənməyi unutmayın. Dərslərimizdə iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Sağ olun, salamat qalın.